Elə fındıq sındıran aparat görmüsünüz? Bugün qaynana gəlin səhərdən həyət bacada idik. Kənddə işlər heç vaxt bitmir, amma köməkli olanda hər şey daha rahat olur. Mən süpürdüyüm qaynanamsa yığdı. Sonra hamısını bir yerə toplayıb yandırdıq. Biraz yorulduq, amma dəyərdi. Həyətimiz tərtəmiz oldu. Bayram yaxınlaşdığı üçün fındıq da qırmaq lazım idi. Bu aparatla birazını qaynanam, birazını da qaynatam sındırdı. Geriyə qaldı ləpəni qabıqdan seçmək. Bizim ailədə hər kəs bir-birinə kömək edir. Əslində ailə olmaq da elə budur. Siz isə bizi izləməyi və videolarımın davamı üçün bəyənməyi unutmayın. Bayramda kəndimizin adətlərini və bu sındırdığımız fındıqla bəlkə də heç yerdə görmədiyiniz bir resepti sizinlə paylaşacağım.